həbsxana həyatı yaşayanların qapılarını açsın. Amin. Övlad həsrəti çəkənlərin tezliklə sağlam, salih övladlardan sevindirsin. Amin ya Rabbi. Borc olanların borclarını əta eləsin. Amin. El eşiği olmayanlara Allah Teala geniş el eşiği nəsib eləsin. Amin. İşi olmayanlara Allah Teala halal bir minnət ruzu əta eləsin. Amin. Qəriblikdə elm ardınca, ruzu ardınca olanların Allah Teala hər birini müvəffəq şəkildə yaxınlarına, vətəninə, ailəsinə dönməyi nəsib eləsin. Amin. Allah Teala sizdən, bizdən nə qədər dua istəyənlər var, hacət istəyənlər, ziyarət istəyənlər, xəstəliyinə şəfa istəyənlər, hər birinin istəklərini öz dərgahında qəbul eləsin. Amin ya Rabbel Allah alem. Teala nə qədər dualar eləmişik, hələ ziyarətimiz təzə başlayıb, bundan sonra eləyəcəyik. Yadımızdan çıxan dualar hər birini qəbul eləsin. Amin ya Rabbel alem. Torpaqlarımızın keşiyində dayanan hərbi xidmətçilər, əskər, zabit, gizir, maxir nə qədər var, xüsusilə düşmənlə üzbəüz dayananlar, Allah hər birini yerin göyün düşməni, gözə görünən, görünməyən, hiləsindən, xəta, bəla, gülləsindən, qəzasından amanda saxlasın. Amin. Sizdi, bizdi nə qədər dualar edirik. Bizim istədiyimiz yox. Allah Teala xeyirlisi ilə haqqımızda olanları qəbul eləsin. Amin.